Havaların soyuması ilə birlikdə respirator xəstəliklərin yayılma riski də artır. Qrip və başqa virus infeksiyalarından qorunmaq üçün Səhiyyə Nazirliyi oktyabrın 8-dən ölkə üzrə vaksinasiya kampaniyasına başlayır. Nazirlik xaricdən Azərbaycana Sanofi Pasteur şirkətinin istehsalı olan təhlükəsiz və keyfiyyətli vaksinləri gətirib. Qripə qarşı peyvəndlər dövlət tibb müəssisələrində vətəndaşlara ödənişsiz şəkildə vurulacaq. Bəs bu peyvənd kimlər üçün daha vacib sayılır? Nə vaxt vurulması daha məqsədə uyğundur? Mövzu ilə bağlı Yeni Sabaha danışan yoluxucu xəstəliklər və qaraciyər xəstəlikləri üzrə mütəxəssis infeksionist Mərdan Əliyev vurğulayıb ki, qrip peyvəndi mövsümi viruslara qarşı mühüm qoruyucu tədbirdir. Biz kəskin respirator virus infeksiyalarına əsasən payız-qış mövsümündə yoluxuruq. Qrip peyvəndi bu virusa qarşı güclü qoruyucudur. Bunlar tək qripdən ibarət deyil. Burada onlarla yoluxucu virus var. Adenovirus infeksiyası, rinovirus, lorovirus, koronavirusun müxtəlif ştamları, paraqrip və s. Bu virusların da bir neçə serotipləri var ki, hər il respirator virusların, yəni yuxarı tənəffüs yollarının virusuna səbəb olur. Bunların içərisində isə ən ağır olanı məhz qrip virusudur. Çünki qripin pnevmoniya, sinusitlər kimi ağırlaşmaları olur. Ona görə də qrip peyvəndi vurdurmaq məsləhətlidir. Bu peyvənd başqa viruslardan qorumasa da qripin özündən insanları qoruyur. Əsasən, dekabrdan mart ayına qədər olan dövrdə yayılan viruslar qripin simptomları sayılır. Məhz bu səbəbdən dekabr ayından öncə peyvənd vurulmalıdır.